Azərbaycanla sərhəddə döyüş hazırlığı, Papikyan elan etdi. Ermənistan-Azərbaycan sərhədində vəziyyət hazırda sakitdir, lakin silahlı qüvvələr yeni il bayramı zamanı gücləndirilmiş döyüş hazırlığı vəziyyətində olacaq. Axar Az xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri Suren Papikyan deyib. Papikyan bildirib ki, hazırda narahatlığa əsas yoxdur. Ermənistan silahlı qüvvələri bugün hava şəraiti ilə bağlı digər problemlərlə üzləşir, güclü külək və qar fırtınası. Bu, qoşunların xidmətlərinin təşkilində əlavə çətinliklər yaradır, çünki qış aylarında yüksək dağlıq ərazilərdəki mövqelərə aparan yollar bağlıdır. Ermənistan qüvvələrinin bəzi mövqeləri 3500 metrə qədər yüksəklikdə yerləşir və oktyabr ayından orada artıq qar yağıb. Bu baxımdan yolların təmizlənməsi və fasiləsiz rabitənin təmin edilməsi üçün hər şey edilir. Rusiya Cənubi Qafqazı da işğal edəcək. Merzdən sensasiya. Rusiya prezidenti Vladimir Putinin aqressiv xarici siyasəti Ukrayna ilə bitməyəcək. Axar Az xəbər verir ki, bu sözləri Almaniya kansleri Friedrich Merz deyib. Ukrayna məğlub olarsa, Putin dayanmayacaq. Putin Avropada sərhədlərin əsaslı şəkildə dəyişdirilməsində və Sovet İttifaqının keçmiş sərhədləri daxilində bərpasında maraqlıdır. Bir vaxtlar bu imperiyanın tərkibində olmuş ölkələr üçün hərbi təcavüz də daxil olmaqla böyük təhlükə var, o bildirib. Buna görə də Almaniya kansleri Ukraynaya davamlı yardım və Böyük Britaniya ilə strateji əməkdaşlığın ABŞ xarici və təhlükəsizlik siyasətinin prioriteti olduğunu qeyd edib. O, hazırki vəziyyəti 1938-ci illə müqayisə edib və vurğulayıb ki, Münhen sazişindən sonra Adolf Hitler imperiya ekspansionist ambisiyalarının Avropa dövlətlərinin sülh siyasəti ilə gücləndiyini görüb və bir il sonra o dünya müharibəsinə başlayıb. Bakının bu tələbini yerinə yetirəcəyik, Pogosyan. Ermənistan hökuməti konstitusiyanı Azərbaycan və Türkiyənin tələbi ilə dəyişdirəcək. Axar Az Teleqraf və istinadla xəbər verir ki, bunu erməni ekspert Vardan Pogosyan deyib. Yeni konstitusiya məsələsi Azərbaycan və Türkiyənin irəli sürdüyü tələblərdən irəli gəlir. Hakimiyyət bu tələb çərçivəsində Ermənistanın əsas qanununu dəyişdirməyə hazırlaşır, o bildirib. Xatırladaq ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müvafiq bəndin Ermənistan konstitusiyasından çıxarılmasından gedir. Bu, sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas tələbidir. Ermənistanda konstitusiya dəyişikliyinə dair referendumun gələn il keçiriləcəyi gözlənilir.